Deməli, belə bir üçbucaq sualını bizə veriblər. AN 18-dir. AY'nin YS'yə nisbəti 5-in 1-ə nisbətidir. BD DY'yə bərabərdir. BN'i tapın. Biz burada nə edirik? Əvvəlcə Y nöqtəsindən NC-yə paralel bir düz xətt çəkirik AN tərəfinə. Belə bir xətt çəkdik, buna bir F dedik. Həmin bu YF NC-yə paraleldir. NC-yə paraleldirsə, uşaqlar, deməli ND-yə də paraleldir. Çünki ND ilə NC-nin müəyyən bir hissəsidir. Paraleldirsə, onda fikir verin, BFY üçbucağında DN FY-yə paraleldir və BD DY-yə bərabərdirsə, deməli bu DN orta xəttdir. O zaman BN də NF-ə bərabər olar. Həmçinin bura 5K, bura K desək, çünki 5-in 1-ə nisbətidir. Fikir versək ki, ANC üçbucağında FY NC-yə paraleldirsə, o zaman AFY üçbucağı ilə ANC üçbucağı bir-birinə oxşar üçbucaqlardır. ANC oxşardır AFY-yə, üçbucaq AFY-yə. Oxşardırsa, onda 5-in 6-ya nisbəti, yəni AY-nin AC-yə nisbəti bərabərdir AF-in AN-ə nisbətinə. AY məndə 5K-dır, yazıram yerinə 5K. AC məndə 6K-dır. AF bilmirəm. AN 18-dir. K-ları atdıq, 6 18-ə 3 dəfə, AK elədi məndə 15. AK 15-dirsə, ümumi də AN 18-dir, deməli NF 3-dür. NF 3-dürsə, BN DNF-ə bərabərdir, bu da 3-dür. Deməli, BN bərabər oldu 3-ə.